Gəlin bugün sizinlə viruslu hepatitlərdən danışaq və dünyanın indi ən böyük bir problemlərindən biri də virus hepatitləridir, qaraciyərin zədələnməsidir. Bunlar müxtəlif olur. A, B, C, D, Y virusları var. Hərəsi bir cürə qaraciyəri zədələyir. A və Y virusları çirk əllər hepatitləri adlanır və adətən yaxşı yuyulmamış göyərti, meyvə, tərəvəz vasitəsilə yoluxma verir ya yoluxmuş su əgər qaynadılmayıbsa, onun içilməsi yoluxma səbəbi ola bilər və yaxud dediyim kimi çirkli əllər. Bunların gedişatı nisbətən yüngül keçir və xroniki formaya adətən keçmir. Lakin B, C və delta hepatiti bunlar parenteral yolla yoluxma gedir. Burada o deməkdir ki, yoluxma qan vasitəsilə köçürülür xəstə insandan sağlam insana. Bəzən mən əgər B hepatitindən danışsam, B hepatiti başqa bir yoluxma yolu da çox vacib yoldur ki, o da hamilə qadından onun dölündə yerləşən uşağa keçmə yoludur. Bu da çox təhlükəli yoldur. Ona görə ki, uşaq artıq xəstə doğulur və 5-6 yaşına qaraciyərdə siroz yarana bilər və hətta qaraciyərin xərçəngi yarana bilər. Ona görə hamilə qadınlar əgər B hepatitli xəstəsidirsə, onlar mütləq hepatoloqun nəzarəti altında olmalıdır və əgər virusun sayı qanda yüksəlirsə, hətta hamiləlik zamanı onu müalicə etmək lazımdır. Başqa keçmə yolu B hepatitində cinsi yol vasitəsiyləndir və burada biz əgər bizə müraciət edən xəstə B hepatitli xəstəsidirsə, biz ailə üzvlərinin hamısına peyvənd tövsiyə edirik. Əvvəlcədən B hepatitini yoxluyuruq və əgər B hepatiti aşkar olunmursa, elə halda biz onlara peyvənd vururuq və çox mükəmməl bir müdafiə yaradırıq. Digər tərəfdən yoluxma yolu dediyim kimi, stomatoloqların alətləri yaxşı sterilizasiya olunmursa, ginekoloji alətlər, cərrahiyyə alətləri və s. Burada həkim ciddi sterilizasiya nəzarət eləməlidir ki, bu da səbəb olmasın. Və nəhayət C hepatiti, bu hepatit yalnız qan vasitəsilə yoluxma gedir. Son illər çox güclü müalicə və tam sağalma ehtimalı var. Ona görə C hepatiti hal-hazırda biz demək olar ki, əksər xəstələrimizi tam sağaldırıq.